Sözünü Qumral səhv oxuyubsa, sözün sizə nə aidiyyatı var ki? Sən əgər desəydin ki, atamın musiqisinə müdaxilə eləyib, musiqini döndərib bir başqa cür eləyib, yəni musiqini öz, nə bilim, civarından, öz tərzindən, stilindən çıxardıbsa, bu başqa məsələ. Deyərdim ki, hə, əlbəttə ki, paxıllıqdan, əlbəttə ki, zakaz olunub, silinib Qumral oxuyan mahnını. Mən dedim ki, bu işə mən qoşulmuyum, bu işə mən qarışmayım, heç nə deməyim. Əvvəlcə Qumral oxuyanda dedim, ay qızım, iş geri onu oxumayaydın. Təzə oxumuşdu, dedim ki, geri oxumayaydın, heç mən o mahnıya qulaq asma. Bir də ki, deyirsən ki, o mahnının sözləri Qumral götürüb səhv oxuyub. Bir dənə cütləmiş. Hə. Qumral laf səhv oxuyub sözləri. Onun sənə nə aidiyyatı var ki? Səhv oxuyan Qumraldır, sözlər də, sən başa düşmədim, sən Niyaməddinin varisisən, sən musiqiyə cavab deyirsən, sən bəyəm Məmməd Arazın da varisisən, hə? Sən bu bütün hamısının sözün də varisisən, musiqinin də varisisən, ayrı ya, bu günləri, hə? O mahnının sözləri, dahi şairimiz, ölməz şairimiz, ürəklərdə yatan, yaddaşlarda qalan Məmməd Arazındır. Sən Məmməd Arazın varisi deyilsən ki, deyirsən, cütləşmiş oxuyub, cütlənmiş oxuyub. Sənə nə? Musiqi sənin atondur. Başa düşdük. Sən musiqini sildirə bilirsən. Səhər mən götürüb o mahnını başqa cür oxuyacam. Görüm sənin ağzın çatar, başın çatar, duxun çatar. Sən onu deyəsən ki, silin bunu, mənim atam 1900 neçənci ildə oxuyub bunu? Ata heç nə demir heç valla. Azatonun heç xəbəri yoxdur. Bunlar hamısı atadan istifadə edir. Mən bilirəm, çox gözəl bilirəm ki, Röya, onu sənə sildirən kimlər var? Kim onu sənə sildirib, qaçaraq da sənə zəng ediblər. Burada içi qurtdular var, axı buynuzlar. O vaxtı sən mənlə yaxın idin, bizə gəlirdin, mən sizə gəlirdim. Yadındadır Röya? Çox mehriban idik. Kimlər sənə nə dedilər? Aralandın, getdin. Hə? Niyaməddin müəllim bu xalqın artistidir. Nə olsun sənin atondur? Bu xalqın sənətkarıdır. Xalq onu sevir, sevərək də mahnılarını ifa edir. O kişi də özü deyib ki, ay millət, siz mənim mahnımı, ay cavanlar, ay gənclər, yaşadın. Yeri deyirəm. Əgər ki, Qumral bu mahnını, sən deyirsən, mən Niyaməddinin varisiyəm, başa düşdük.